Xamneyinin oğlu gizli yollarla pullarını Dubaya köçürür. Bununla bağlı bir xəbərimiz olacaq. Gündəm xəbərin efirində 15 yanvar tarixidir və İsrail mediasına istinadən bir məlumatı diqqətinizə çatdıracağıq. Belə ki, İsrailin Kanal 14 telekanalının məlumatına əsasən İranın ali rəhbəri Əli Xamneyinin oğlu Müçtəba Xamneyi son 2 gün ərzində Dubaydakı hesablarına təxminən 1,5 milyard dollar köçürüb. Mənbələr bildirir ki, bu əməliyyatlar ənənəvi bank şəbəkəsi vasitəsilə deyil, məhz kriptovalyuta vasitəsilə istifadə olunaraq həyata keçirilib. Yəni təkcə Müçtəba Xamneyi eyni ünvana təxminən 328 milyon dollar göndərmiş olub. İsrail mediası xəbər verir ki, son günlər İranın 5 böyük bankı məhz iflas həddinə çatıb və bunlar arasında məhz Sepahla birbaşa bağlantısı olan, əlaqəli olan Sepah Bank da yer alır. Maliyyə köçürmələri fonunda ölkədə kütləvi etirazlar və iqtisadi böhran da diqqət çəkir.